Bismillahirrahmanirrahim. Biz hal-hazırda bu zonadayıq. Bu zonanın görkəmli rəssamı, əməkdar rəssam Rəfai Muradovun emalatxanasındayıq. Daha doğrusu bu emalatxanada Rəfai Muradovun qonağıyıq. Bildiyimiz kimi Rəfai Muradov uzun illərin gənc yaşlarından gözəl rəssamdır, tanınmış rəssamdır, əməkdar rəssamdır. Gözəl əl işləri, dəfələrlə onun haqqında jurnallar çıxıb, əsərləri sərgilərə qoyulub. Və bugün də biz onun qonağı gəlmişik. İstərdik ki, burada bildiyimiz kimi Rəfai Muradov həm də Arif Buzonalı'nı, Allah rəhmət etsin, şairimizi, Arif Buzonalı bizim əzizimiz idi. O cümlədən də Rəfai Muradovun da ən yaxın dostlarından biri idi Arif Buzonalı. İstərdik ki, Rəfai Muradov Arif Buzonalı haqqında öz təəssüratlarını qısa da olsa desin bizə. Buyurun. Hoş geldiniz. Sultan diyen kimi o ressamlığa da çok meyli vardı. Hoşlayırdı. Ressamlarla oturup sohbet eləməyə. Onlarla hatta diyebilirdim ki spor da edebilirdi. Renkarlıktan. Bir gün gelmiştim emalatxanama. Neyse kağıt dediler. Kağıt götürdüm koydum. Başladı bu dənizi işləməyə. Dənizi işlədi qayalarla, ləpirlərlə. Daha sonra ben vaxtım olmadı. Ben soruşum ki bu ləpirlər nədir? Bu dənizi işlədim. Ləpirlər dənizin üstündə gedir. Dənizin üstündə də gedir. Nə göstərərsiniz? Var. Dənizdir. Ləpirlər buradan ayaqlarına qoyulur. Suyun üstü ilə. Suyun üstü ilə gedir, ta qalxır yuxarı. Bəli. Yəni bu yan sahildir, burada qayalar. Burada qayalar var belə. Bunları mən başa düşdüm. Onda ki, bu nə məna verdi, onu gəldi mənə alışdıra bilmədim. Bəli. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Düzdür, böyük bir şairimizi itirdik biz. Düzdür. Allah canını sağ olsun. Allah bu dün mənim də yadıma, sən danışdın mən üçün bunu. Mənim yadıma əsas bir mətləb düşdü. Bildiyimiz kimi Arif dostumuz doğrudan da rəssamlığa həvəsi, sözü ilə dostluğu və onun əl işləri var, bəli. Rəsm çəkdiyi öz şəkillər var. Yəni rəssamlıq, yəni istedadı var idi. Nə qədər onun əl işləri var, çəkildi. Onunla əlavə də həm də Arif elə tarixi də yaxşı bilirdi, ədəbiyyatın dahi ədəbiyyat nəzəriyyəsini güclü bilirdi. Həkimlikdən başı çıxırdı, muğamatdan. Hər tərəfli idi rəhmətli Arif. Amma bu, sən bunu mənə deyəndən sonra mənim yadıma buna görə gəldim yanına. Bu şey düşdü. Deməli, biz onunla bir gün oturmuşduq. Bilirsiniz də bu zonada Əli qədəmgahı var. Oranın xəritəsini də sən çəkmişsən. Qədəmgahında. Allahca bu zona xəritəsi ilk dəfə sən çəkmişsən. Deməli, Əliyağ ziyarətgahı var. Biz də dəfələrlə özdə bildiyimiz kimi Hacı Arif Əli aşığı idi. İmam Əli haqqında gözəl şeirləri vardı. Dəfələrlə biz söhbət edərdik İmam Əli haqqında. Bir dəfə gəldi, İmam Əli filmi çəkilmişdi, neçə seriya. Deməli, o filmin axırında, deməli, Əli əleyhissalamın şəhadəti var. Yəni, zərbətlə, qılıncla vururlar onu. Filmdə belə göstərirlər ki, o zərbət onu vurandan sonra başından qan axa-axa məsciddən çıxır,
filmin axırında belə bir epizod var. Qurtarır bu ilə film. Gedir, torpağın üstünə gedir, qədəmləri bələdçinin yerinə. Düz dənizin üstünə. Yəni dənizə daxil olur suyun üstündə. Mən o həmişə mənə dedim, çox maraqlı gəlir mənə, o çox gözəl onu. Çünki arif adamlar, tədqiqatçılar hamısı deyirlər Əli əleyhissalamın qədəmgahı, ədəbiyyatda da bu var. Əli əleyhissalamın qədəmli izləri həm yer üzündə var, həm də suda var, dəryada var. Yəni bu onu çox fikirləşirdi bu barədə. Siz bunu mənə deyəndən sonra inanın ki Allaha ki o söhbətimiz düşdü yanıma. Məni sən demə gəlibmiş sənin yanında bir gün deyib ki və sənin yanında burada emalatxanada deyib ki bir dənə şey çəkmək istəyirəm. Var çəkib mən onu görən kimi dedim bu həmin söhbət düşdü yadıma. Var dəniz, dəniz, qayalar filan burada. Var sahil də buraya içində, buradan da sudur. Sahillə gəlir. Deməli o nəzərində bizim söhbətimiz düşdü ki, nə gözəldir ki İmam Əli qanı axa-axa gəlib onun qədəmlərinin izi düşüb sahillə bələdçinə, sonra dəryanın üstü ilə, suyun üstü ilə gedib Allaha qovuşmağa. Qalx Muradi, qalx. Kimi gözləyirsən, qalx. Yəni ki, bu mənada çəkilirdi bu. Daha doğrusu mən bu şəkili görməmişəm. Heç Arif mənə bu barədə heç bir söz deməmişdi. Amma o söhbətimiz düşdü ki, o həmişə bu söhbəti olmanda deyirdi ki, o filmin axırındakı mənzərə məni fikirləşdirir. Belə bir sözlər deyirdi. Bu günləri bunu gördüm. Allah onun ruhunu şad eləsin. Allah rəhmət eləsin. Allah sənin can sağlığı versin. Doğrudan sənətkardır ki, bunlar doğrudan da belə bir tarixi materiallardır bunlar. Çox sağ ol, var ol. Bu özü də yəni ki bu işi işlədi, qoydu elə qaldı orada. Dedim neyim onu? Ekip qalsın. O qalsın. Mən demədik ki hasa gəlib onu tutarım. Bir də o qalsın səndə. Ondan sonra bunu axtardım. İşlərin altına çıxdı, yığıb saxlamış. Yaxşı eləmişsən. Deməli elə özü deyib ki qoy qalsın səndə. Qismət belə olub ki, əsər qalıb özü haqqa qovuşur. Allah ruhunu şad eləsin. Allah rəhmət eləsin. Çox sağ ol. Var ol.